Fəlsəfi əsasa əmələ malik olmayan inam deyil, inamsızlıqdır. Biz deyəndə ki, inamımız yalansızdır, cəfəngiyatsızdır, həqiqidir, demək istəyirik o, fəlsəfəyə əsaslanır. Ancaq heç bir fəlsəfi idrak öz-özlüyündə inam yaratmır. Fəlsəfi idrak həqiqəti dərk edir. İnam isə həqiqətə qovuşmaq tələb eləyir. Həqiqəti aqibətə çevirmək tələb eləyir. Həqiqət üçün döyüşmək tələb eləyir. Həqiqəti bəşəriyyətin aqibətinə çevirmək tələb eləyir və son nəticədə inam vasitəsilə bəşəriyyətin dəyişməsini tələb eləyir. Fəlsəfə də öz tərəfindən biliyə əsaslanır, amma biliyi təkrar eləmir. Elmlər ayrı-ayrı biliklər yaradırlar və bu bilinməlidir, öyrənilməlidir. Gerçəkliyin necə olmasını bilməlisən ki, uydurmayasan inamını. Lakin heç bir elm öz-özlüyündə mahiyyətin dərki deyil. Fəlsəfə nədir? Fəlsəfə mahiyyətin, mənanın dərkidir. İnsanın mənasının dərkidir, mahiyyətinin dərkidir və həyatın mahiyyətinin dərkidir. Yəni bu o deməkdir ki, heç bir elm demir, dünya niyə yaranıb? Nə mənası var bu dünyanın yaranmasının? Və bütün bu dünyadakı olanları hansı birlik, hansı ümumi ideya, hansı ümumi mahiyyət birləşdirir? Bu sualların heç biri başqa canlılarda olmur. Bu sual yalnız insanda olur. Dünya nə üçün yaranıb? Niyə yaranıb? Onun bütün dövrlərə, zamanlara aid olan mahiyyəti nədir? Mənası nədir? Mütləqçilik nədir? Nisbilik nədir? Doğrudanmı dünya elə nisbilikdən ibarətdir? Və əgər dünya elə nisbilikdən ibarətdirsə, onda onun mənası nədir bəs? Doğrudanmı dünya elə keçicilikdən ibarətdir? Əgər dünya yalnız keçicilikdən ibarətdirsə, onda onun nə mənası, nə mahiyyəti? Doğrudanmı dünya sonludan ibarətdir yalnız? Və doğrudanmı dünya qeyri-kamillərdən ibarətdir, təzahürlərdən ibarətdir, hadisələrdən ibarətdir? Belə olduqda dünya mənasızlaşır. Məlum olmur ki, bəs dünya niyə yaşaya bilir? Fəlsəfə öyrənir dərindən və başa düşür ki, dünyanın təzahürü, hadisələr nisbi ola bilər. Amma dünyanın mənası nisbi ola bilməz. Dünyanın mənası mütləqdir, yəni əzəlidir, əbədidir, sonsuzdur, kamildir. Və dünya özünün bu mənasından əmələ gəlib, mahiyyətindən əmələ gəlib, mütləqliyindən əmələ gəlib. Yoxdan yaranan yox olardı çoxdan. Ona görə də dünyadakılar ölür, dünya ölmür. Həyatdakılar ölür, həyat ölmür. İnsandakılar ölür, bəşərdəkilər ölür, insan ölmür, bəşər ölmür. Bu həqiqəti təkcə bilik əsasında dərk eləmək mümkün deyil. Gərək biliyi aşasan və idrakın öz gözü ilə baxasan. Bunu dərk eləyəsən. Bu səbəbdən də fəlsəfə inama aparan yoldur. Elə ki o mənanı dərk elədi, mahiyyəti dərk elədi, onda sənin bu dünyaya inamın yaranır. Bilirsən ki, dünyadakılar nə qədər keçici olsa da, o keçicilərin hamısının əbədi mənası var, mahiyyəti var. Dünya oyuncaq deyil. Dünyadakılar, insandakılar, həyatdakılar nə qədər ötəri olsalar da, o ötərinin arxasında əzəllik durur. Və dünya oyuncaq deyil. Dünyadakılar, həyatdakılar, bəşərdəkilər nə qədər qeyri-kamil olsa da, bu qeyri-kamilin özünün kamil mahiyyəti var. Dünya oyuncaq deyil, mahiyyətdir, mənadır. Və sonuncu, dünyanın, insanın, həyatın əzəlliyi, əbədiliyi, sonsuzluğu, kamilliyi həmin mənanın, mahiyyətin ifadəsidir. Beləliklə də fəlsəfə inamın əsas mərhələsidir. Ona görə də fəlsəfəni öyrənmək,
fəlsəfələşmək olmadan inam yaratmaq mümkün deyil. O peyğəmbərlik ki, əfsanələşib, cəfəngiyyatlaşıb, o peyğəmbərlik fəlsəfədən, filosofluqdan başlayır. Sonradan idrakin artıq mahiyyətləşməsi, insaniləşməsi və həmin o idrakin yaratdığı həqiqət, vəcd, vəhiy ki, bunlar əfsanə deyil. Bunlar hamısı fəlsəfə ilə bağlıdır. Təbiidir ki, hər filosof hələ inam yaradıcısı olmur. Amma filosof olmayan yerdə inam əvəzinə cəfəngiyyat yaradırlar və cəmaata onu təlqin eləyirlər. Xalqın, bəşəriyyətin avamlığına, cəfəngiyyatçılığına təsdiq eləyirlər. Son nəticədə bəşəriyyəti qaranlığa qərq eləyirlər. Bu məsələnin bir tərəfi. Təbiidir ki, mən dünya fəlsəfəsini öyrənmişəm və burada bir natamlıq, bir tərəflik görmüşəm indikilərin fəlsəfəyə münasibətində. Güya ki, fəlsəfə başlayır Avropada təxminən Heraklitin vaxtında. Sonra bizim eradan qabaq 4-cü əsrdə Sokratın, Platonun dövründə, Aristotelin dövründə çiçəklənir və bundan sonra təzə fəlsəfə yaranır.